Bir müddət əvvələ qədər UFC-də artıq hər kəs rekordlar qırmaq istəyirdi. 2-2 çempion olmaq o qədər adiləşmişdi ki, Alex Pereira hətta 3-cü kəmərin dalınca düşmüşdü. Ancaq 2026 ili ilə birlikdə parlayan ulduzlar bir-bir sönməyə başladı. Məğlub olmaz dediyimiz hər kəs məğlub oldu. Zincirin son halqasında isə İslam Makhachev var. Bu həftə İslam Makhachev UFC 130 kartının əsas döyüşündə Yangeriyə qarşı welterweight kəməri uğrunda mübarizə aparacaq. Bilir ki, Yangeri olduqca təcrübəli bir döyüşçüdür və İslam Makhachevi məğlub edə bilmək üçün kifayət qədər silahı var. Ancaq yenə də bu döyüşdə 70%-dən çox ehtimalla favorit göstərilən tərəf İslam Makhachevdir. UFC-dəki bir çox döyüşçü də İslam Makhachevin Yangerini məğlub edəcəyini düşünür. Hətta mən fikirləşirəm ki, Yangerinin qalib olacağını deyən döyüşçülər belə əslində İslam Makhachevin məğlub olma ehtimalını düşünə bilmirlər. Biraz əvvəl dediyim kimi, bu qarşılaşma zincirin son halqasıdır. Açar döyüşlərdən biridir. İslam həm qalib olsa, həm də məğlub olsa UFC-də bir çox şey dəyişəcək. Kartlar yenidən paylanacaq. Əgər İslam Makhachev qalib olsa, yenidən döyüşmək üçün yeni bir motivasiyaya ehtiyacı olacaq. Bəs birdən məğlub olsa, bir an İslam Makhachevin məğlub olduğunu və 70 kilo geri qayıdaraq Justin Gaethje ilə kəmər uğrunda mübarizə apardığını düşünün. Bu ehtimal olan halda İslam Makhachevin qalib olmasını mı istəyərdiniz, yoxsa məğlub olmasını mı? Bu arada bütün bunlar haqqında danışdığımız uzun bir video şənbə günü YouTube kanalımızda paylaşılacaq. Ona görə də YouTube kanalımıza keçid edib indidən kanala abunə olaraq yerinizi ala bilərsiniz.